Sənətində ara-ara Bəli, ara-ara, zaman-zaman pauzalar vermisən. Bu pauzaların səbəbi bilmək olarmı? Ümumiyyətlə, sənət adamı çox həssas olur, bayaq vurğuladınız. Zaman-zaman gedib gələ bilər, zaman-zaman çəkilə bilər kənara. Nə bilim, təqdim etdiyi məhsulun qiymətləndirilmədiyinə görə. Mən yaxşı iş görmüşəm, yaxşı klip çəkmişəm, amma bunu dəyərləndirən olmadı və bu sənət adamını depressiyaya sala bilər. Qırır. Mən, məsəl üçün, hərdən bir məndə olur. Məndə olur belə bir şey. Azad Şabanovda bu səhnəyə, sənətə ara verməsinin səbəbləri nə idi? Pauza, üzr istəyirəm, pauza 1 olmayıb, 2 olmayıb, 3 olmayıb. Bu pauzaların, belə deyim də, şükürlü pauzalar idi əslində. Nəyə görə? 2008-dən 2014-ə kimi, bu belə deyim də, hardasa mən bunu keçid bir dövrü kimi qəbul edirəm. Nəyə görə? Onu da indi əsaslandıracağam. Hansısa bir verilişə gedirdin, hansısa bir çəkilişə gedirdin, hansısa bir müsabiqəyə gedirdin. Yəni ki, hardasa qeyri-ciddi sənə qəbul edirdilər. Bu da ki, normal bir haldır, çünki təzəsən və təzə olduqda sən bütün bu yoxlardan, belə qeyri-ciddi baxışlardan keçməlisən. Və bunlar da dəfələrlə olub, okey, yox, hə. Bu bir pauzalar, bu keçid dövrünün pauzaları. Sonra mahnı seçiminə qaldıqsa pauzalar, mən mahnı seçimdə çox belə deyim də, necə sənə deyim, mahnı seçimdə hardasa çox tələbkaram və çox belə deyim, Lori desəydim mızmızayam biraz. O da ki, məsuliyyətlisən də, hətta belə deyək. Həm də hər şey, hər məqama baxıram da, perfeksionistim. Hər məqama baxıram. Bu da mənim işimi hardasa geriyə salır. Mükəmməlçi. Bu da hardasa mənim işimi geriyə salır. İstər aranjmançılar, istər azad bəs deyirəm, yox, burada müəyyən bir yerdə bir səsi qaldır. Burada al. Yəni ki, bu da hardasa geriyə salır məni, amma ən böyük pauza məncə bu 2012-13 olub. Albüm buraxdım, 5 klassik mahnı, 5 öz mahnım və 5 gündən sonra getdim əsgərliyə, 1 illik. Mən ümumiyyətlə həyatda bilmədiyim, əgər nəyisə bilmirəmsə, maraqlanıb, öyrənib, xoşlayıram. Harada çətinlik varsa gedirəm, girirəm ora. Müəyyən bir, belə deyim də, qeyri-adi bir situasiya varsa gedirəm, salıram özümü ora ki, mənə maraqlıdır, görürsən, buradan necə baş çıxardacam. Belə insanlar. Orada da şükür olsun, ona görə dostdur. Ona görə dostum, baxıram sənə. Burada bəzi məqamlarımız deyəsəm açılır, danışmadığımız. Ona görə qalıb getdim və ən unudulmaz illərim idi və əgər burada mənim əsgər yoldaşlarım salamlayırsa, salamlayıram onları, elə ən gözəl dostlar da elə oradan qalır. Və bəzən də... Orada üz qalmır Kazım. Orada bilsən nəyə görə üz qalmır? Orada, belə deyim də, kişi kampaniyasındasan və uzaqbaşı özünü gizlətsən 1 ay, 3 həftə. Müəyyən bir sıxlıqdan sonra, təklikdən sonra iç üzün nəsənsə o çıxır. Bəli. Odur ki, ən gözəl illərim idi. Və bir də biz əgər indi show biznesdən danışırıqsa və biz bilirik ki, bu sahə çox səs-küylü bir sahədir. Hər mənada səs-küylü sahədir. Yəni, hər gün xəbər, hər gün informasiya və bəzən bir hadisənin mərkəzində olanda sən bir çox şeyləri analiz edə bilmirsən. Kənara çəkilib mənzərəyə baxanda tam fərqli görürsən. Tamamilə aydın görünür sənə. Tamamilə aydın görünür. Ona görə mən düşünürəm ki, bəzən sənət adamları xüsusilə zaman-zaman bu aranı, bu pauzanı verməlidir. Mən də 1 il kənara çəkilməyi bacarmalıdır. Bacarmalıdır. Qıraqdan baxmalıdır. Təşəkkür edirəm. Var olun.